Sizcə qız qaçırma el adətidir ya insan oğurluğu? El adəti. Amma indiki zamanda insan oğurluğu. Çünki qalmayıb baxır qız qaçırma. Qız qaçırma səbəbləri əslində müxtəlif ola bilər. Ola bilsin ki, ailələr arasında razılığa gəlmədikcə qız qaçıra bilər. Və yaxud da buna maddi imkan çatmadıqda yenə qaçırıla bilər. Mümkün normal baxıram. Qaçma olmaz da, getmək lazımdır. Adətən ilə elçi getmək lazımdır, almaq lazımdır. Çünki valideyn xeyir duası olmazsa, gedən xoşbəxt olmur. Məncə insan oğurluğudur. Ona el adəti demək olmaz. Çox insanlar onu pis qarşılayır. Necə ona el adəti demək olar? Keçmişdə el adəti idi, hal-hazırda qız oğurluğu. Qaçırmaq olmaz, yox olmaz. Qızın razı olmalıdır da, valideynlərin də razı olmalıdır. Böyük xeyir-dua verməsə nə ola bilər, heç nə. Valideynlərin razılığından özüm də bəyənmişəm. Ailə həyatı qurmuşum, 32 ildir. El adəti insanoğlu ola bilməz axı, el adətidir təbii ki. Keçmişdən olubdur, adət ənənəmizi qoruyurlar, yəni bəzi insanlar. Yəni təbii ki, yaxşı baxıram, pis baxmıram. Yox, elin adətidir o. Qız götürüb qaçırmaq. Həmişə dədədən, babadan olan şeylərdir qızın. Mən 35 ildə ailəliyəm, yoldaşım rəhmətə gedib. Allah əmri ilə gəlin getmişəm Tərtər rayonuna. Pis baxıram qız qaçırmağa. El adətidir demərəm. İnsan uğurluğu da demərəm. Amma ki, yaxşı baxmıram. Necə ailə qurursunuz? Qanun qaydı ilə. Türklər demiş görücü üsulu. 35 ildir evliyik, bu il 35 illiyimizi qeyd elədik.